Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər, hər vaxtınız xeyir olsun. Ee, Dostlar, bu günləri yeni bir proqramla xidmətinizə gəlmişik. İranda çox böyük hadisələr baş verir. O cümlədən universitetlərdə çox ciddi etirazlar gedir və bu etirazları bir qrup, bir iddə istəyir özünə nəfinə müsadirə eləyə. Necə ki, keçən dəfələr də bizim bu millətimizin, bu xalqımızın İranda gedən olayları müsadirə elədilər və nəticəsində biz gördük. Mən düşünürəm ki, iki amil bahis oldu ki, keçən seri bizim hərəkət, bizim millətimizin, xalqımızın hərəkəti haşiyə keçsin. Biri bu idi ki, bir iddə fəraxan verdilər, gəldilər ortada gedin idarət-i dövlətiyə həmlə eləyin, hücum eləyin, mərakiz-i nizaminə alın, filan eləyin, behman eləyin. İkincisi də bu idi ki, Trump dedi ki, bəli, yardımlar yoldadır, sizə yardımlar gedəcək və hakimiyyət qorxusundan bizim millətimizi, xalqımızı qətlam elədik. Nəinki biz istəyək hakimiyyətin cadın o cürmün, günahın, təqsirin aşağı gətirək. Bəlkə bu amillər bahis oldu ki, bizim hərəkət haşiyə keçsin, haşiyə də qərar tapsın. Və niyə məsələn bu international bu cür ələyaq çəkir? Yəni bir dənə mən də jurnalist olmuşam, şuğlum jurnalist olubdu. İranda 10-15 il mətbuatda mən qələm çalmışam. Niyə məsələn aya bir dənə xəbərniqarın, bir dənə ruznameniqarın düzgün təhlil vermədən, ondan filan eləmədən camiənin bir dənə aynası kimi camiədə olan düşüncələri, fikri, azlığı, çətinliyi, o ağır şəraiti becayın ki inikas verə gəlir, cəli xəbər eləyirlər, cəli vaqiyyətlər eləyirlər və maraqlısı da budur, bunların hamısı benəhvi hakimiyyətə gedib bağlanır hakimiyyətə. O adam ki, dünənə kimi danışqahda cəng dərsi verirdi. O cəng dərsi verən hansı o məlumatları hardan alıb? O rəqəmləri, o cadları, bu hakimiyyətin rəqəmləri idi ki, elə o danışqahda dərs verən adam gəlib imzadı. İndi bu günləri ağay imzadın Rıza Pəhləvinin ən birinci adamlarından sayılır, təhlil verir, ondan sonra internationalda təhlil verirlər, filan eləyirlər, behman verirlər. Bunlar bir vaqiyyətlərdir ki, dostlar, biz onu nəzərdə saxlamırıq. Bu hakimiyyətdən Rıza Pəhləvinin cadı düz bir dənə projədə gedir. Vəhidi Bəhmən dünənə kimi sayt-ı Azəriha ki, Vəzarət İttilatın saytı idi. Orada yazırdı, bu günləri gəlib Ay Rıza Pəhləvinin Amerikada oturub müdafiəçisi olubdur. Çox maraqlıdır ki, onlar ki, dünənə kimi hakimiyyətin qol qanadı salıyırdılar, bu günləri Rıza Pəhləvinin də projesini qabağa aparırlar. Burada nə olubdur? Burada nə vardı? Elə qoy danışqahdan başlayaq. Ay Şəriət Mədarıdır bu günləri proqramımızın qonağı. Ay Şəriət Mədarı, çox xoş gəlibsiniz. Buyurun, elə danışqahdan istəyəcəyəm danışam. Buyurun, salamlaşın, ondan proqramımıza başlayaq. خب من در سلام عرض ادم sizin خدمتinize آقای سلیمانی عزیز و عامه şahin bu برنامه görenler ve ehyanen eşidenler ve ümidvarım ki bir yaxçı برنامه در cəhət روشنگری bu پیچیده وقایع ki İranda var olsun ve eləyə bilək ki o şey ki nəzərimizdə var sadiqanə xalqla araya qoyaq. عرض به خدمتش که خوب دانشگاهlar به مناسبت چهلم بود cinayət fəci ki Cumhuri İslami elədi vəqti ki açıldılar və danışçılar gəldilər imkan tapdılar ki
در حقیقت برای بزرگداشت چهلم بود جانباختلر و bu شهدا meydana gelsinler. Danışgahda خب مختلف teyfiler var همیشه vardı. Ama danışgahın bir tarixi var və o tarixi göstərir ki, در həqiqət düzdür ki, Xumeyni qorxusundan danışgahı tətil elədi və sonra danışgahı səy elədi təsxir eləyə əncümənهای İslami qoydu. Amma danışgah kullən həm Xumeyni ilə məsələn سال 85'den de bu Gurhay İslam'ını koydular kenara. Onun nümunesi bizim aziz dostumuz Hişmetullah Təbərzədidir ki, Bəli. در دوره اول نشریه دانشجو orada çıxadardı. Bətər Xamneyinin mübəlliğiydi. Amma vaxtı ayıldı, kamilən bu birisi cəhətə düşdü. İndi Zindan-ı İsfahanda və Kəmal-i Rəşadət durub oradan bize piyam verir ve oradan Kongre-i Müşterek Cumhuri Xahan Demokrat ve Federal Demokratın üzvü olup ve təşkilatı onun üzvü olubdur. Bu çox şücaət Bunlar elə şüca adamlardılar ki, vaxtı bildilər ki, در həqiqət fərib yiyiblər və Xameneyi və Xumeyni bir faşist adamlarıdır. Da şücaətin hətta nəhayətinə yetirdilər və illər zindan çəkibdi, indi də zindandadır bu və dostları və həmçinin danışçıyanı ki, Cumhurixahdılar, vəqayə danışqahda vardılar, sonra gəldilər. İndi bizimlə həmkarlıq edirlər, Ağay Əfşari və dostları. Bunlar hamısı ayıldılar o gəziyyədən ki, nə vardı? Danışqah özünü Xumeyni'den ayırdı. Şah'tan da بعد از قضیه 30 تیر 1333 tane danışçını öldürdüler danışgahta. روز danışçı Ağay Xənçi ve 2 tane dostunu ki orada öldürdüler. روز danışçı oldu. Ve bu günü bər əleyhə kuştarı ki rejimi Pəhləvi eləyib ildə danışgah xatirə tutar. Odur ki, belə bir danışgah pəhləviçi olanmaz. Bəli, eyni zamanı Xumeyni ki, əncümənهای İslami danışgahı Təbrizdə, Tehranda ayrı yerlərdə qoymuşdular. Bir iddəni özlərinə vabəstə eləmişdilər. İndi də səltənət tələblər bir iddə danışgahda vardı, amma çox əqəlliyyətdədir. Yəni o qədər əqəlliyyətdədir ki, əgər hərasət və niruhay bəsic bunlara qarışmasalar, bunlar bir şey əslən deyirlər. Belə bir təzahürat ki olub, burada bir aləmə şüarlar, zən zindagi azadi Cumhuri İrani əgər xatirizdə olsa, 2 cəlləsə qabaq mən dedim ki, bu icabi şüarlar gərək təzahüratda verilə. Cumhuri İrani icat bayat gerdət və bu cür şüarlar. Cumhuri İranın adı gərək gələ. Bunlar ba kəmal-i şücaət bunu dedilər. Həmçinin nə Pəhləvi, nə Şah, nə Şeyx, nə Pəhləvi, nə Xameneyi bunlar şüarlardır. Azadi və bərabəri ənvar bu şüarlardan vardı. Xub danışgahda müxtəlif qurumlar var. Çəpdən, miyanədən, liberaldan bir miqdar da səltənət tələb var. Amma bu televizyonهای səltənət tələb مثل İran International, مثل من و تو bəqiyyə əslən elə cəhəl elədilər ki, elə bir danışgah در təsxir Aryamer dəsən dedilər, adını olub Aryamer bəd az این danışgah şərif ki dəyişilmişdi. Və danışgah Az-Zəhra olub Fərəh özləri deyirlər ki, şeydir, şərif دیگه بستشه آریامهر اسمشه
Bu cür şüarlar bir dənə dəstgah O düzəldiblər, fərə, şüar cəl ağa, edir. çox üzr istəyirəm sözlə varid olurum, çox bağışlayın. O fərə, gərək o fərəh olsun bunun adı, onun o şüar verəni heç 10 nəfər səsindən götürür, elə international Bəli, zad elə. onlar vazəhdir. Amma siz bu 10 nəfərə baxın, hər yerdə bunlar deyir məqbər diktator, onu götürürlər elə Cavid Şah. Çünki onlar əllərin belə eləyir. Bunlar onun üstünə Sedai Cavid Şah qoyurlar. Axı Dəccəl o vəqahətin bir həddi var. Jurnalismin bir şərafəti var. Jurnalist gərək bitərəf ola və əxbarı o cür ki var nəql eləyir. Bunlar dəstgah məğzşuyi olublar və dəstgah propaganda olublar. Yəni həman dəstgah Qubelz Hitler ki ərzi və xidmətiz deyərdi, yalan hər nə böyük olsa o qədər tez xalqın beyninə girər. Bu Qubelzin məruf cümləsində. Demişdi, yalanı o qədər böyükdür, ta xalq əsən tərdid eləməsin. O qədər böyük olsun ki, xalq qorxsun ona tərdid eləsin. Bunlar da yalanı o qədər böyük deyirlər ki, o ki, məsələn, evində oturub ya danışqahı tanımır, fikir bəs danışçılar gecə yuxu görüb, birdən həman danışçılar ki, əleyhi səltənətidir, bir dönüb olub bəlləh səltənət və qutulub gedib. Xub bu çox vəqahət istəyir. Çox bişərmilik və biazərmilik istəyir ki, adam bir dəstgah xəbərini və dəstgah məğzşuyi və propaganda təbdil eləyir. Bunun qabağında fəqət xalqın ağahlığı. Xalqa biz gərək deyək, onlar da ağah olar ki, təhrim eləyə. Bu rəsaniyə əsən baxmaya, əsən təvəccüh eləməyə. Bu böyük sərmayə ki, bunlar qoyublar ki, bir tələbi gətirələ İrana. Bərnamə həman bərnamədir. Kim dalısında, xub İsrail bəlli olubdur ki, dalısında. Amma qeyr-əz o kimlər dalısında bilmirik. Amma hər nəmə nədir, xub milləti İran 85 milyon cəmiyyətlə bu sabiqəyi tarixi ilə Rıza Şah dövrəsi deyil ki, bir dənə Qəzzağı tapala, kəşf eləyələ, 200 nəfərdən gələ paytaxtı tuta, Əhməd Şahı kənara qoya. Bu məmləkət də o məmləkət deyil və o iş olmayacaqdır. Yəni, bu cəngi daxiliyə, çənd parçagiyə, xalqı bölüm eləməyə müncəz olacaq. Bu cah tələblik və bu xilafı vaqiyyəti görmək. İnsan gərək aqil ola görə cəmiəsində nə geçir? Bu təzahüratda 1 milyon yarım, 1 milyon 700-800 min nəfər adam gəlmişdi. Fəqət 10% bunların adamları idi ki, bir iddəsi pul almışdı, bir iddəsi səltənət tələb idi və şüar verirdi. Bəqiyyəsi o mərdum idi ki, əleyh bu rejim gəlmişdi. Bunları müsadirə elədilər, hamısın səltənət tələb. Xaric az məmləkət rəqəm düzəltdilər. 80 min nəfəri elədilər, 250 min nəfər, 300 min nəfər. Və o 80 min nəfərin çoxu da gəlmişdi bu rejimin əleyhinə təzahürat eləyə. Bir iddia, baxın, siz əslən baxın bu işin şihlinə. Bir əndazədə pərçəmlər çap eləyiblər. Bir əndazədə bu pərçəmlərin dəstələri də hamısı bir kərxanadan çıxıb. Bunlar xalqın əlində. Axı bir huşkar adam soruşar ki, o dəstgah ki, bunları çap edir, bunları tozih edir, bunların pulun verir, kim dalısındadır? Rıza Pəhləvi ki, 10 şah bu şeylərə xəşləməz, fəyət pul alar. Bunu bir dəstgah verir pulunu. Və bunu verir bir iddənin əlinə, bir 10% cəmiyyətə pul verir, Bülənqu əllərinə verir, şuar verir, bu şuarları sədaquzarlıq elirlər, təcdid elirlər, təksir elirlər hamının üstünə və deyirlər ki, bu bizdən oldu. Axı bu rəvişi də hamımız tanırıq. Xalq gərək təhti təsiri bu rəviş olmuyor. Taza bunlar hamısı olaydı, olardı məsələn 2 milyon adam 85 milyon adamın müqabilində. Aya 2 milyon adam eləyə bilər, 85 milyon adama rəhbər təyin eləyə. O bəqiyyə bəs hardadılar?
ki bir nəfər də bu Rıza Pəhləvidən tərəfdarlıq eləmir. Axı çox vazihdir. Əgər olsaydı da biz müxalif idik. Bəlkə ki faşizmin muxtəsatı budur ki, əgər müvazib olmasan birdən səthi caməni tutar. Onun müqabilində durmasan gələr hamını öldürər. Biz müvəzzəfik onun müqabilində duraq. Gərək istiqamət eləyək. Mən Cibhə-i Millinin rüəsası ilə cələsəm var idi və dedim ki, İnqilab-ı 56-da Cibhə-i Milli vaxtı gördü Xumeyni gedib Nofloşatağa ruhiyyəsini itirdi. Dedi, bəs iş qutulub. Getdi Ağay Səncabi Xumeyni'nin mülaqatına təslim oldu. Cibhə-i Milli Surud-i Xumeyni'yi imam yazdı istiqbalda və getdi həmkarlıq elədi, çünki ruhiyyəsini itirmişdi. Bu dəfə siz ruhiyyəsi itirməyin, müqavim olun. Siz gərək səltənətin müqabilində dayanırlar. Amma gərək yadavərlik eləmək xalqa, sazmanهای siyasiyə. Ağay Dariuş Aşuri, xanım Şəfiq بعد از ömrü müxalifət با diktatori cəzb olubla bunlara bəlkə ki, fideliyiblə iş qutulub. Biri yoxdur bunlara deyə ki, aya bu bərnaməyi iztirarını oxumusunuz ki, o qüdrəti ki, Rıza Pəhləviyə verir, بیش از o qüdrətdir ki, qanun əsası vəli fəqiyə verir. Biri dövrəyi müvəkkətdə bu qüdrəti olsa, bunu qoyar kənara dövrəyi daimdə ondan azar rızayət verər. Əslən kim bu qüdrəti ona verir? Bir də cavan ki, qəblən də ətraf Ağay Kərrubidir və müşarikətlə həmkarlıq elirdi. Sonra da Ağay Davəri gəldi, bunlar müttəhəm elədi ki, bunlar gedən günəcan Vizayət İttilaatla həmkarlıq elirdilər və Vizayət İttilaat bunları yolladı xaricə ki, Dövrə Rıza Pəhləvi olarlar, onu kontrol eləyərlər. Bunlar o sözlərdir ki, Ağay Davəri İranda deyib, səhhəti soğumu öz öhdəsinə, mən heç kəsə bir ittiham vurmuram. Amma işlərindən görsənir ki, ya çox Ərəbmanda adamlardırlar, diktatorluğa bavərləri var, ya məmurdurlar. Və Rıza Pəhləvi əqli münfəsili bunlardır. Hər nə bunlar deyirlər, yəni əslən o nə deyərlər, türkçüdə deyərlər, noxtası bunların əlindədir. Bu vəz ilə gərək xalq ayıq ola, gərək təhrim eləyə bu televizyonu, gərək bu televizyona qulaq asmaya. Be məratib bu kiçik sizin bərnaməzin şərəfi var, o məqsui bərnaməyə ki, milyonlar büdcəsi var. İstirlər ittilaatı ola, gələlə bu kiçik televizyonları qulaq verələ ki, bunların sahibləri bir yerdən pul almır və dilsuz milləti İrandır. Ərz və xidmətiz, danışqahda böyük bir hərəkət başlanıb, danışdılar, elamiyə verdilər, çox dedilər ki, cəl elirlər bunlar, biz tərəfdar Pəhləvi deyirik, bir iddə tərəfdar Pəhləvi var, biz onlara müzahim deyirik, amma onlar da gərək bizi müsadirə eləməyələr və biz bərxilafı həm bər əleyhə nizam-ı mövcuduq və həm bər əleyhə bu faşizmi ki istirgələ. Biz heç biri ilə sərəsaziş yoxumuzdur və mübarizə eləyəcək. Bizim irtibatımız var bu danışçılarla, himayət edirik bunları, onlar da bizi himayət edirlər və cumhuri və zudi öz payaların hər yerdə tapacaq və münsəcim olacaq. Görürsünüz, bir vaxtı danışçılar gəldilər və mübarizəni əllərinə aldılar da səltənət tələblər çətin olar onu müsadirə eləyə bilərlər. Düzdür, pul yoxdur, düzdür, bütçə yoxdur, düzdür, danışçılar ciblərindən xəşlirlər və nahar pullarını verirlər, təzahürat edirlər. Amma əvəzində xalqda paygahları var, xanavadələri var, xalq onları inanır və onlar bir ömrüdür ki, də xətti müqəddəmi mübarizə etmişlər. Odur ki, gərək çox baha verək onlara və çox onlardan himayət eləyək, onların zəxmiləri, qoşlələri gərək buzurgdaşt ola və gərək təkrim olalar və hərəkətlərinə idamə verələr. Çox məmnun. Bəli, çox sağ olun ağa. Həmişə İranda ruznamə nigarlar
xətti müqəddəmi azadidə olubdular. Xətti müqəddəmi millətin fikrin, düşüncəsinin, o müsibətlərinin, o çətinliklərinin, ixtinaqın əleyhinə ondan sonra cad olun. Biz əlan Cumhuri İslaminin daxilində olan ruznamenikarların deyə bilərəm ki, 60-70% o zindanı həddəqəl o bazdaşlı təcrübə ediblər. Niyə? Çünki haqları müdafiə ediblər. Pıla parıya, əgər istəsəydilər pıla parıya işləyələr, millətin tərəfində durmazdılar. Gedərdilər hakimiyyətin mətbuatında, hakimiyyətin o zatlarının içində, o teyflərinin içində qərar tapardılar, milyarder olardılar. Necə ki, bəzi adamlar ki, əlan gəlib oturublar Amerikaya, elə o hakimiyyətin özünün daxilindən internationalın o zatları ki vardı, bu günləri o danışanları var. Çoxu elə hakimiyyətin adamları olubdu. Hakimiyyətin o mətbuatında qələm çalan adamlardılar ki, çıxıbdılar, gəlibdilər, biraz pul qazanıblar, kef eləyiblər, gəliblər, oturublar Amerikada rifah. Onların biri zindan təcrübə eləməyibdilər. O jurnalistlər, o ruznamenikarlar, biz ruznamənin daxilindən gəldik də. Biz də elə həddəqəl o ruznamələrdə yazırdıq da. Zindana getmək, ondan sonra həftənin başında o həmkarlarımız və mən özüm 20 dəfə, 30 dəfə mən vəzarət ittilatın bazıcılığında və 3 il bir dəfə mən yatmışam. 3 il bir dəfə. Sonra Ərdəbildə bəlkə 100 dəfə bir ay yarım, 2 ay, 3 ay mən zindanlarda qalmışam. Nədir bir dənə məqalə yazıbsan? O məqaləni niyə yazıbsan? O məqaləni bizə yaz da. Eybi yoxdur, yazacağım. Bizə deyir yazıcına. Dedim, mən ruznamenikaram. Məni vəzarət ittilata istihdam eləyin, baver eləyin ağam bunu. Dedim, məni ittilata istihdam eləyin, baxdılar, güldülər bir-birinin üzünə. Dedilər, bu deyir, gəl məni ittilata istihdam eləcəkən, ondan sonra belə, dedilər, hə, biz istihdam elərik, filan elərik. Dedim, mən ruznamenikaram da, mən ruznamədə yazıram. İndi ağa, sən nə olubdu? Millətin tərəfində durmayıbsan, Ağay Qazizadə, o cür ki, müdafiə eləyirsən Pəhləvidən, o cür bir ehsasla da danışır, adam şok olur, deyir, bir dənə ruznamenikar bu cür vaqiyyətləri, onun tarixin, Rıza Şahdan bizim diktatör şahımız olmayıbdı İranda. Hələ Məhəmməd Rıza Pəhləvi şayət biraz liberal idi, ondan biraz azad idi. Nədir, bir istilah, biraz millətə, o da heç azadlıq vermirdi. O da deyirdi ki, hər kim İranda bu dövləti qəbul eləmir, gəlsin pasportun verək, cebinə də pul qoyaq, bilet pulu da istəmirik, çıxsın, geçsin xaricə. Ağa, bu şah azadlığın müdafiəsi ola bilərdi. Xəbərnikar Rıza Pəhləvidən soruşur ki, bu İranda yaşayan etniklər, bu millətlərə sənin nəzərin nə mənadır? Baxır üzünə, çıxır gedir. Əslən heç demir zəhərim var da. Sən ki, yəni mən qəbul eləmirəm İranda yaşayan milləti. Bax, ağa, bu jurnalistlərə, bu zatlara sizin sözünüz nə mənadır? Bəli, baxın, əmsal Ağay Qazizadə gəlir, deyir ki, biz təklifimizi bunlarla ki, müxalifət edirlər, roşən eləyək. Dərək bunların cəsədinin üstündən geçək. Baxın, bunlar bir şeylərdir ki, cürmüdür ki, bunların əleyhinə şikayət eləyələr. Bu, nifrət pərakənidir. Bu, xəlqi bir-birinin canına salmaqdır. Axı, bu xəbərniqarın işi də deyib, bu bir də bazı təkin əməl edir. Yəni, elə bir bazı Vəzarət İttilata mikrofon veriblər İran Internationalda, o cür danışır. Ya hətta olar ki, məqulraq danışırlar. Sipahdan durub gəlib, olub həməkarəyi ora, özü deyir ki, mənim sabıqəm sipahda idi. İndi xəlqə ərzı və xidmətüz təklif təyin edir. Ki, siz gəlib belə eləyəsiniz, elə eləyəsiniz, Rıza Pəhləvi belədir, elədir.
Ağa sən özünü bilmirlər hansı dərəxtə toxusan, hardan gəlmisən, sabiqən nədir, hara vəslisən. Axı bu vəz ilə bu məmləkət bir yerə gedənməz. Saniyən bu xalq ki İranda oturub, در həqiqət hər dəfə ki gəlir meydana canın qoyur orucuna. Bunları qurub və meydana bir xud gətirmək cinayətdir. Axı siz nə cür cürət edirsiniz bir xalqdan ki heç hifazəti yoxdur, fərman verirsiniz ki həmlə eləyin və gedin Mərakiz dövlətini tutun. Sonra bu yekkaxda faciə olandan sonra soruşur Ayrıza Pəhləvidən ki siz bu fərmanı verdiniz, getdilər belə oldu. Deyir, xeyr mən istəmədim. Xalq özü getdi. Axı bu yekkalıqda yalan özü də bir həftənin ərzində sən bir həftə qabaq xalqa demisən gedin. Yol indi deyirsən ki xalq özü gedib. Pəhləvi silsiləsinin adı da qəsbidir. Məhmud Pəhləvinin adını məcbur elədilər verə, o da adını qoydu Məhmud. Tarix Rəvabiti İran İngilisi 6 cildidə o yazıb və orada yazıbdır ki, necə Rıza Şah getdilər. Adlarını da xalqdan oğurlayıblar. Axı bu silsiləni kim günə gərək qeytərə? Nəm körpü düzəltdilər, caddə düzəltdilər, karxana bulan çoxunu Qacar başlamışdı. Hamısının sabiqəsi vardı ki, necə Nasrəddin Şah zamanı ilə ki, gəlmişdilər, Avropanı görmüşdülər, başladılar. Rıza Şah ki, öz kəndindən çıxmamışdı. Bunları Nasrəddin Şah, Müzəffəreddin Şah, Əhməd Şah ki, neçə dəfə xalqın pulu ilə, qərz ilə xaricə gəlmişdilər, bir şeylər öyrəşdilər, onun bir ədasını İranda hətta gəl çıxartdılar. Və onlar hər biri nimə tamam qalmışdı, bunlar öz adına müsadirə elədilər. Qiymət nə mənə idi? Qiymət buydu ki, məşrutənin inqilabı tətil oldu. Yerinə müstəbid şah gəldi. İnqilab-ı məşruta buna xatiridir ki, müstəbid şahı kənara qoyasan, Rıza Şahın gəlməyi istibdad-ı münəvvər və dubara müstəbid şahı iş başına gətirmədir. Be məratib müstəbidlər az Nasrəddin Şah və Müzəffəreddin Şah. Xub ki, nə onları istirik, gətirək ki, körpü düzətsin, bunlar ki, Cumhur İslamı düzəldi, saxtıman düzətsin, bunlar ki, bunlar düzəldi. Bunlar ki, Bəhreyni verməyiblər, bunlar Dəryay Xəzəri veriblər, o Bəhreyni də verdi. Rıza Şah ki, bir miqdarı verdi Türkiyəyə İrandan. Bizləri müttəhəm ellər ki, bunlar cüdai tələbdir. 1 santimetr İran torpağından etnik İran, əqvam İranı verməyibdir. Hamısını bu nalayıq şahlar veribdir. Bənabərin niyə ki, biz, baxın, indi biz qoyun elmiraq danışaq. İranda 4 dana paya vardı ki, səltənət onların در həqiqət onların əsasına ustuvarıdır. Bir dərbardır ki, şahı saxlardı. Bir feodallar və buzurg maliklər idi ki, əslən ta amədən Rıza Şah qüdrət olan əlində idi. Şahları da vəliyyətlərin hər birini onların böyük əqvam təvafuq eləsəydi, gələrdilər, onu yardım qoyardılar, gətirərdilər iş üstə. Qüdrət vaqiyi olan əlindəydi, bəlkə ki, onlar vardılar, şahlar bir gedirdi. Onlar həmişə vardılar və əsay əqvam və buzurg maliklər. Xeyli xub. Bir də ruhaniyyətdir və bazar ki, bəzi vaxt hökuməti təqviyyət elərdi nəfi olanda, bəzi vaxt hökumətin əleyhinə idi. Bazar, sponsor və köməkləsan mali ruhaniyyətidir. O buzurg maliklər də hökumətin xərcini verərdilər, xirac verərdilər da. Hökumət xiracla dolanardı.
Rıza Şah dövrəsində də məclis dolmuşdu bu maliklərdən. Yəni hamanlar ki Pişəvərinin və ərzi və xidməti Zahir Xoyunun səlahiyyətini rədd elədilər. Malikanı Azərbaycan və İran idi ki məclisi doldurmuşdular və mütərəqqi adamları qoymurdular gəlsin. Şah zamanı Amerika fişar gətdi ki komünist olar İran, gərək islahat ərzi eləyəsən. Xub islahat ərzini məcbur oldu, çox pis vəçinə icra elədi, amma tişə və rişə özü vurdu. Tüm səltənətin payası və sponsoru onlardı. Feodal. Onlar gedəndə paya getdi, ruhaniyyət qaldı bazar, gördü səltənət bir pənah qalıb. Da onu müdafiə eləyən yoxdur. Və tədrid səltənəti mühasirə elədi, şahı işdən götdü, Xümeyni gəldi. Bazarla Xümeyni oldular həməkara. Bu iş davam getdi ta əxirən Bazar bər əleyhi bu hökumət qiyam elədi. Bu hökumət Bazardan çoxlu adam öldürdü. Həman iş oldu ki, islahat ərzidə olub. Ruhaniyyətin o payası ki, ruhaniyyəti saxlırdı, dəl müqabil ruhaniyyət qərar tapdı indi. Bunlar da eyni şah getməlidirlər. Da payqah ictimailəri yoxdur. Hər neynəsən bunlar gedəcək. Tarix İranı iki dənə istibdadi payası vardı. Bir şah idi və ruhaniyyət idi. İkisi də gedir qüdrətdən. Bunlar cinə gərək gətirməmək. Yoxsa bu ki, hey bu əldən o ələ həvalə verək. Hey səltənət gələ, ruhaniyyət kəmində dura. Ve mücərrəd ki səltənət zəif oldu, ruhaniyyət gələ, yenə səltənət kəmində dura. Biz daim istibdadla yaşayacağıq. Bir dəfə ağah olun və bu ikisini kənara qoyun. Bunların vücudu qüdrətdə sənmidir. Cumhuriyyət o şəklidir ki, dünyada ixtira oldu ta səltənəti yerində oturtsun. Ya səltənəti məşrutəyə vaqeyi eləsin, misli İngiliz. İndi görürsünüz, İngilizin sultanının gərdəşini, tüm fəsadı cinsisi vardı, polis tutur. Xub, orada qanun hakimdir. Şah bir dənə mücəssəmədir. Bir qüdrəti yoxdur. İranda şah verərdi, xəbərniqarı tutardılar, Mirzade eşqini öldürərdilər. Şeyx də o işi görər. Fərruxi Yezdini nə üçün öldürdülər? Bəli, bənabərin İran ki, İngilis deyil. İranda Cumhuriyyət gələndən sonra səltənət ayıq düşmədi ki, özünü islah eləyə. Gedibdi. Gedəni niyə gətirirsiniz? Bir belə ölüm veribdi o nəsli bu gedibdi. Deyirlər, niyə 50 həftələr qiyam elədi? İndi baxın, görün bu səltənət tələblər kim imiş ki, bizlər qiyam eləmişik? Aya bunlara təhəmmül eləmək olardı. Bunlar qüdrətdə idi, biz qiyam eləmişik. Bunlar xalqın nəfəsini kəsirdi. İndi iş başına gəlməmiş budurlar. Taza nəsl yadından yoxmuş ki, onlar neyniyiblər ki, xalq onların əleyhinə çıxıb. Xalq noxoş deyirdi ki, Müntaha Xümeyni üçün ruhani idi və xalq hələ ruhaniyyəti tanımamışdı, onun damına düşdü. Bu xalqın iştibahi idi. Amma bu ki, şahın əleyhinə qiyam elədilər, bu xalqın haqqı idi. Şah özü dedi ki, mən sədai inqilabı şumaraş edirəm. O tarixətdən Xümeyni də deməmişdi, biz inqilab eləmişik. Şah özü dedi ki, siz inqilab eləmişsiniz. O zamanacan heç kəs inqilab adı gətirməmişdi İranda. Şah özü bilirdi, neyniyib ki, onun əleyhinə inqilab olur. Bu şeylər hamı yaddan çıxıb, hamısı olub onun ləhinə. İndi savaçı gətirirlər, rəcəz oxur ki, biz hamı bu işləri düz görmüşük. Görün, biz bunları öldürməsəydik, neynərdilər bu məmləkədə? Elə öldürmüşsünüz ki, iş bucuna qalıb. Öldürmüşsünüz ki, laciværdilər, lacivərdi olub, gəlib bir belə adamı öldürüb. Öldürmüşsünüz ki, Xamneyi olub rəhbər. Öldürməsəydiniz, əhzaba azad qoysaydınız, o məmləkətdə demokrasi olardı, Xamneyi həddəksər olardı bir Rozaxan.
Siz Rozaxanı rəhbər eləmişsiniz. Məgər Sabiti demədik, Xümeyni'nin risaləsini biz pəxş eləmişik. Vilayət-i fəqihi biz pəxş eləmişik. Bu ki, nə var, eşidin, görün bunları nə eləyiblər. Çox məmnunum. Dər həqiqət çox maraqlı bir sözə işarə elədiniz. Dər həqiqət buyurursunuz ki, ağa, Xumeyninin navarın biz pəxş eləyirdik. Bundan hədəfləri nə idi? İstəyirdilər hakimiyyəti Nə əvəz xeyr edilməli. bu, nə xeyr, baxın, zindanda ki bunlar var idiler, çəpilərinə, bunlar bəd az o ki istədilər, Mənsuru terror elədilər, Həsən Hizb-i Əli Milləli Mənsur, bəli. İslami və ərzı və xidmətüz bu əskər oladicil, əraqicilzat zindana düşdülər. Bunlar çox mütəəssib idilər və fədayan İslamdandılar. Dedilər ki, çəplər nəcisdirlər, biz onlarla nahar yemərik. Qəbl az o ay Talqani Müntəzirizat nahar yeyərdi tudeylərlə, çəplərlə. Bunlar fişar getdi və təhrim elədi, süfrələri ayrıldılar. Süfrəni ki ayrıldılar, bu çəpilər bədbəxt oldu. Bəray inki da irtibatların kilas qoyardılar, İngilisi, fəlsəfə filan. Çünki çoxu təhsil kərdə idi çəplər. Və borobiyaları vardı. Bunları izolə elədilər və bədbəxt elədilər. Bu sabiti ki, məqam əmniyyəti idi, baxdı, gördü, bunlar əcəb müvəffəq imiş bu işdə. Çağırdı əskər oladı ilə ərağını, otağı zirsif deyərdilər o bazılık otağı ora və dedi ki, siz ki belə nüfuzunuz vardı, niyə ömrünüzü burada tələf edirsiniz? Qalasınız dərin zindan mipusid. Gəlin, çıxın zindandan, biz bir mərasim qoyuq, bir tövbə eləyin, şahdan üzr istəyin, biz hamı vəsaili sizin öhdəzə qoyuq ki, çəplə mübarizə eləyəsiniz. Bəlain ki, bizə o zaman Savaş deyirdi ki, xətər çəplərdəndir ki, puştibani beynəlmiləlləri Mısır, Rus və Çin varlardı və Kuba. Ruhaniyyət bir yerə vəslidir. Biz əzə atılar düşər, oturar yerində. Tutarıq, neçə nəfəri öldürürük, neçə nəfəri təbid edərək qutular gedər. Ruhaniyyətə puştibani beynəlmiləli yoxdur ki. O ki bizi xətərə salar, çəpdir. Gələk bu ruhaniyyət inqilabi ilə bir olaq, bər əleyh olar, bunlar müvəffəqdir. O işi ki biz görənmirdik, bunlar gördü. Onları təhrim elədi və onlar zindanda bədbəxt oldular. Əskər oladı ilə Ərağı bu pişnadı qəbul edər. 72 nəfər ki bunlardılar, gələrlər dəryək mərasimi be ismi Sipas və Şahanşah Ariyameh televizyonda şirkət elərlər. Deyərlər biz iştibah eləmişdik, üzr istəyirik bu pişrəftlərdən ki biz zindanda mütəvəccə olduq, Əla Həzrət eləyiblər. Biz vamdar Əla Həzrətik və çıxırıq zindandan özümüzü vəqf-i xidmət və pişrəft məmləkət eləyək. Ağay Ənvarı da mallalardan bunların rəhbəri idi, vardı. Bunların başı əskər oladı idi, Ərağı idi və Ənvarı. 72 nəfər adamıdırlar. Bunlar çıxdılar. Bunları hamısı Xümeyni ətrafı idi. Savaş Xumeynini və bunları deyirdi, bəs salıb çəplərin canına. Bunlar zahirən bir sərə işlər görürdü, batinən Hizb-i-Tudə ilə başladılar danışmağı və bir ittihadi cürrədilər və əleyhi şah. Və şahın ipin qırdılar. Yəni bu ağayı Sabiti ki bir belə iddiayı bahuşluq eləyir, در həqiqət onlardan demişdi xudə elədi, onlar xudə elədi və çıxdı bunların pulu ilə, bunların imkanatı ilə və bunlar məzhəbilərlə çox işləri olmazdı. Onları hərdən bir nümayişi tutardılar ki, ictimada bir viçələr olsun, çoxunu təbid elərdilər və özləri bilərdi ki, o adam ki təbid olur, məsələn, Xamneyi, gedir bir də kəddini, küddünü təhti təsir qərar verir, neçə şəhri elir öz müridi.
Amma Savaş bunu bilə-bilə, bəlkə oralarda kommunist tapılmasın, bunları təb'idə yollurdu. Nəxşə ilə təb'idə yollurdu. Həm bunların nəfinə olurdu, həm orada kommunistlər rüşd eləyənmirdi və həm bunlar Hizb-i Tudə ilə bər əleyşat. Belə bir naşırlıq elədi, şah aradan getdi və o ki deyirsiniz rəmzi nə idi, buyurdu. Yəni qanmadılar neynirlər. Bəli, və əlbəttə bunu mən oxumuşdum Əlbəttə bu da. xatirətçi məndəm, az adam bilər bunları. Yox, Bunları mən bunları bizim zətdə spas quyan deyirlər. O spas Əla Həzrətə spas bu bəli, amma bu təhlillə ki mən dedim, az adam deyər bunların o şinəvəndələr yaxdı diqqət eləsinlər və görsünlər ki, nə böyük iştibahlar o Pəhləvi eləyib ki, bizi Xumeyninin girinə salıb. O gətirib Xumeynini. Bazərqan bir dəfə dedi ki, Əla Həzrət imamı avurdan. Əgər Əla Həzrət nəbud, imam nəmiyamət. bəli. Çox sağ ol ağa, təşəkkür eləyirəm. Sonda ağa əmriniz varsa bir yenə də bir millətimizə bir pəyam, ondan danışıcılarımıza bir pəyamımız olsa xahiş eləyirəm, buyurun. Bəli, mən xub danışgahهای Azərbaycana və danışgah Təbrizə istida edirəm ki, gəlsinlər müxalifətlərin həm bu faşistهای bər sərkar və həm faşizmə ayəndə ilə vazeh göstərsinlər. Səltənət tələbləri demirəm müzahim olsun, amma qoymasınlar müsadirə eləsinlər. Qoymasınlar ki, o bicüvanimud eləsinlər ki, danışgahın hamısı olançıdır. Öz səhmilərindən onların da haqqı var. Heç kəs gərək müzahim olmaya. Amma onların da haqqı yoxdur ki, bəqiyyən haqqına təcavüz eləyələr. Səy eləsinlər bir mühiti şayistə İrani, şayistə Azərbaycani Azərbaycanda yaralsın və göstərsin ki, biz bir demokrasi və cumhuri istirik və bu demokrasini indidən əməl edirik. Danışgah göstərə bilər ki, biz müstəid demokrasi yox və deyirik bunlar getsin, yerinə demokrasi gəlsin. Biz gərək o sədətdə olaq. Çox-çox məmnun siz. Çox sağ olun ağa. Əlbəttə bizim Tehranda o Azərbaycanlılar ki vardılar. Onların çox böyük hissəsi bizi baxır, izləyirlər və hətta ustadlardan da o cür ki pəyam gəlir bizi izləyənlər Tehranda. Bir kəlməni də deyim, Ağay Süleymani, lütfən şuar Cumhuri İranını bərcəstə eləyin. Deyilibdir, o qədər çox deyin ki, məlum olsun Cumhuri İranini danışgah ayəndə İran bilir. Bu, siz danışdıran himməti bu şuarı xalqın arasına apara bilər. Bunda qutahlıq eləməyin lütfən. Çox məmnun. Çox sağ olun ağa. Təşəkkür eləyirəm ki, təşrif gətirdiniz. Bu sözləri dediniz. Əlbəttə biz ziddi səltənət, ziddi təfəkkür deyirük, ziddi əndişə deyirük. Hətta bir dənə o səltənət tələb gələ burada məndən proqram istəyə və hətta ağay şəriət mədarı ilə istəsə dialoq qoya, yenə də mən amadəyəm onların da fikirlərin, nəzərlərin deyək. Biz nə international kimi tək bodu fikirləşirik, nə də zat. Hətta hazırəm əgər bir dənə səltənət tələbi tapıla deyə ki, mən ağay şəriət mədarı ilə münazirə qoymağa hazıram, dialoq aparmağa hazıram. Mən amadəyəm bu bərnaməni, bu proqramı qabağa aparam və qətlən fikir azadlığın, fikir düşüncəsinin və millətimizin mənafi burada mətrəhdir. Millətimizin taleyi burada mətrəhdir. Ona görə biz internasionalı tənqid edirik. İnternasionalla bizim ziddiyyətimiz yoxdur. Deyirik ki, o jurnalisti o zatların etikasın Ağay Süleymani, baxın, dəlili bu ki, mən onlarla danışmıram, bələn ki, fəhhaşdırlar. Aralarında mən müəddəb adam əslən tapmamışam. Onların sərkərdəsini BBC çağırdı, dedi müəddəb adamdır, mənlə münazirə eləsin, əvvəlində tohin elədi. Bənabərin, madami ki, onlar qol verməyə ki, müəddəb ola,
bir yaxçı fərhəngi riayət eləyə, münazirənin məfhumu yoxdur. Qəten bizdə O zaman ola bilər, prinsip onlar bu fərhəngi bədəvi fəhhaşini kənara qoya bilərlər. Çox məmnun. təəssüflə o da zat deyildilər. Və heç onlar bu proqrama onlar hazır olmazlar gələlər sizdən imzad eləyərlər. Çünki onların məntiqi yoxdur. Onların əgər məntiqi söz olsa, o ki fəhaşlıq eləyir, yəni mənim məntiqim yoxdur. Mən o insaniyyətdən, ondan sonra məntiqdən başım çıxmır. Sağ olun, təşrif gətirdiniz. Çox minnətdaram ki sizə ki gəlib həmişə burada gözəl fikirlərinizi, düşüncələrinizi deyirsiniz və çoxlu mən o peyamlar ki sizə yollayırlar. Mən çoxun hamısını deyə bilmirəm. Çox üzr istəyirəm o adamlardan. Əlbəttə sizin bütün həmişə səlamlarınızı Ay Şəriət Mədariyə yetirirəm qətən o zatların. Amma bir də şayad məsələn Mustahar adından zatdan deyirlər, onları demirəm. Bağışlayın. Bəli, buradan elə ümumi mən də Ağay Şəriət Mədariyə ərz edirəm ki, hamı sizə çoxlu peyamlar gəlir. Məndən də hamıya salam və təşəkkür bu peyamlardan. Çox sağ olun. Çox sağ olun. Bizim proqramımız burada başa çatdı. Sağ olun, şad qalın. Gələn görüşlərə qədər Allah amanında. Sağ olun.